Dekabr ayının 11'ində yağan yağış suları hələ də mənim evimin içindədir. Bugün dekabrın 17'si, 6 gündür evin içinde 40 santim su dayanır. Dekabrın 11'indən bütün yerlərə zəng çalmışam, bir neçə yerlərdə olmuşam. Hamısı cavabsız qalıb. Даже 6 gündür kimsə zəng çalıb maraqlanmır ki, görün bu vətəndaşı öldü, qaldı. Bütün mebellər, bütün elektronikalar, bütün ev eşyaları hamısı məhv olub. 6 gündür evin içi bugün də kömək heç kəsdən gəlmir, heç kəs maraqlanmır. Keçən il oktyabrın 26'sında yağan yağış sularından bir dəfə evim batmışdı. Bu da bu il dekabrın 11'ində yağan yağış suları mənim evimi məhv etdi. Həyatda olan sular heç kəs maraqlanmır, heç kəs gəlmir kömək.